Oy, Sasani ərəb hücumları. Yaxşı. Salam. 7-ci əsrdə Ərəbistan yarımadasında yeni bir dövlət olan Ərəb xilafəti yaranacaqdır. Bu dövlətin digər yaranan dövlətlərdən fərqli olaraq dünyaya ilk dəfə olaraq, yəni ilk olaraq İslam dinini gətirirlər və bu dini yaymaq adı altında geniş işğalçı müharibələrə başlayırlar. Götür. Geniş işğalçı müharibələrə başlayırlar. Bu müharibələr dedik ki, İslam dinini yaymaq adı altında başlayacaq və bütün qonşu dövlətlərə hücumlarla davam edəcək. Əsas da Ərəbistan yarımadasında yerləşdiyi üçün qonşu dövlətləri dediyimiz hansılardır? Bizans və Sasaniləridir. 633-cü ildə Sasani sərhədini pozur və ərəblər Sasani torpaqlarına hücum edir. Bu vaxt Sasani hökmdarı 3-cü Yezdeci tərkibində olan bütün dövlətlərə xəbər göndərir ki, bəs hamı Sasanilərlə birlikdə ərəblərə qarşı mübarizə üçün dəstək göndərməlidir və ordu ilə dəstək eləməlidir. Bu dövrdə də bilirsiniz, Azərbaycanın şimalında Albaniya dövləti var idi, yəni 7-ci əsrdə və Mehranə sülaləsi hakimiyyətdə idi, Varaz Qırqor hakimiyyətdə idi və Varaz Qırqor öz oğlu Cavanşiri ordu ilə bərabər göndərir Sasanilərlə birlikdə ərəblərə qarşı müharibə. 636 Kadisiyə, 637 Ktesifon döyüşləri baş verir ərəblərlə Sasanilər arasında. Bu döyüşlərdə ərəblər qələbə qazanır, Sasanilər məğlub olacaq. Cavanşir bundan sonra mübarizənin mənasız olduğunu görüb öz ölkəsinə geri qayıdacaq. Ərəblər Sasani dövlətinin ordularını darmadağın eləyərək 639-cu ildə Qəzvinə daxil olurlar. Qəzvin şəhəri Azərbaycanın cənubunda yerləşən bir şəhərdir. Qəzvin şəhərinə daxil olur və bununla da Azərbaycan torpaqlarına giriş ediləcək. 642-ci ildə Nəhavət Həmədan döyüşləri baş verir. 643-də Vəcruz Cərmidan döyüşləri baş verir. Hər iki döyüşdə yenə Sasanilər məğlub olacaqdı, ərəblər qələbə qazanacaqdı və 642 döyüşü ilə Azərbaycanın cənub torpaqlarına yürüşlər şərait yaradacaqdı, yəni indiki Cənubi Azərbaycana Arazdan aşağı. 643 Vəcruz Cərmidanla isə Xəzəryanı vilayətlərə və şimala yürüşlərə ərəblərin şərait yaradacaqdı. 643-cü ildə dedik ki, gəlir Ərdəbil şəhəri, 642 Nəhavət Həmədan döyüşdən sonra 643-də Ərdəbil tutulur, Ərdəbillərlə müqavilə bağlanır. 643-də şimala doğru gedir, Muğanı mühasirə alır. Muğan məsələsi biraz ziddiyyətlidir. 644-də Muğan şəhəri tutulur, Muğanda Şəhriyarla müqavilə bağlanır. İndi bunlara ayrı-ayrı gedəcək. 643-də əlavə qüvvələr Dərbənd istiqamətinə gəlir, Xəzərlərlə Bələncər döyüşür. Bələncər döyüşündə ərəblər məğlub olub geri çəkiləcək. Bu Xəzər-ərəb müharibələrində xüsusi şəkildə deyiləcək. Hələ ki, sizin mövzunuz bu deyil. İskəndər ibn Fərruxsi adına Ərdəbillərlə bağlanan müqavilənin şərtinə görə Azərbaycanın cənub əhalisi ərəblərin tərkibinə daxil olur. Yəni Cənubi Azərbaycan ərəblərin tərkibinə daxil olur və əhali imkan daxilində can vergisi, cizyə vergisi verməlidir. Sasanilərdə bu vergi gezid adlandırılır, burada isə cizyə adlandırılacaqdır. Cizyə vergisi ödəyəcəkdir. Sonra əhali heç bir daxili işlərinə qarışılmayacaqdır. Ərəblər onlara icazə verəcəkdir, öz dinlərini sərbəst yaşasın. Bu dövrdə bu proses baş verəcəkdir. Lakin ərəblər Ərdəbili tərk etdikdən sonra üsyan baş verəcəkdir. Lakin üsyanı xəlifə Osman qüvvələri yenidən yatıracaqdır. Şəhriyarla bağlanan müqavilədə, Muğan əhalisinə bağlanan müqavilə eyni bəndlərdə, eyni şərtlərdir. Lakin bir fərq var ki, Dərbənd əhalisi tamamilə bütün vergilərdən azad olunur. Yəni kişili qadınla hamısı vergiden azad olunur. Çünki Dərbənd əhalisi şimalda gələn, xüsusən Xəzərlər nəzərdə tutulur, şimalda gələn hücumların qarşısını almalı idi və bunun qarşılığında kişilər də vergiden azad idi. Məsələn, İsfəndiyarla bağlanan müqaviləyə görə qadın, qoca, uşaqlar can vergisindən azad idi. Qalan əhali vergini ödəyəcəkdir. Amma Dərbənd əhalisi kişili qadınla vergiden azad idi. Çünki onlar Ərəb xilafətinə xidmət elədiyi üçün bütün vergiden azad olduğu elan olunacaq. Sonra 642-ci ildə Albaniyada Cavanşir hakimiyyətə gəlir və ərəblərlə mübarizəni buradan başlayır, hökmdar kimi davam etdirməyə. Varaz Qırqor öz yerini verir oğluna. O hakimiyyətə gəldiyi bir vaxtda bu vaxt Sasani feodalları pərakəndəlikdən istifadə edib Albaniyaya hücum eləmiş, Bərdə şəhərini ələ keçirmişdi. Sasani feodal, pərakəndəlik yəni özbaşınalıqlardan da belə deyək də, özbaşınalıq. Özbaşınalıq istifadə edib və hücum eləmişdi. Lakin Cavanşir belə deyək, Sasani feodalını məğlub edib və Bərdədən qovacaq. Bundan sonra 651-ci ildə Sasani dövləti tarixdə
tamamilə başa çatacaqdı. Ərəblər onun varlığına son qoyacaqdı. 3-cü Yezid ölümündən sonra dövlət süqut edir. Cavanşir bundan sonra 654-cü ildə Bizans hökmdarla görüşür və Bizans hökmdarla müqavilə imzalayır. Müqaviləyə görə ərəb xalqına qarşı birgə mübarizə aparılmalıdır və Bizansın asıllığına keçəcəkdir. Və 654-dən artıq Bizansla birlikdə ərəblərə qarşı mübarizə aparacaqdır. Bu dövrdə 662-ci ildə şimaldan ikinci dəfə Xəzərlərin yürüyüşü olur. Xəzərlərin yürüyüşü birinci dəfə 630-da olmuşdu, ikincisi 662-də olmuşdu. 662-də Kür döyüşü baş verəcəkdi. Cavanşir Kür döyüşündə qələbə qazanır, Xəzərləri qovur. Lakin Xəzərlərin ikinci ən böyük yürüyüşü 664-665-də baş verəcəkdi. Kürə qədər, Araza qədər gəlib çatacaqdı. Cavanşir bu hücumun qarşısını ala bilməyəcək. Buna görə də məcburiyyət qarşısında qalır, Nicat diplomatiyasına gedir, Xəzər xaqanının qızı ilə evlənir və Xəzərlərin asılını qəbul edəcək. 7-ci əsrin 60-cı ildə Cavanşir Bizansla müttəfiqdən uzaqlaşacaq. Bunun iki səbəbi var. 1. Bizans onunla razılaşmaya öhdəlik götürmür. Yəni Bizans razılaşmış ki, birlikdə ərəblərə qarşı birgə mübarizə aparacaq. Amma Cavanşir özü tək başına müharibə apardı, Bizans ona lazımi dəstək vermir. İkinci səbəb, xilafətdə saray çevrilişi olur və Əməvilər hakimiyyətə gəlir. Əməvi sülaləsinin hakimiyyətə gəlməsi ilə ərəb hücumları daha da şiddətlənir, işğalları daha da genişlənir və Bizansa nisbətən ərəblər daha da nə olacaqdır? Güclənəcək. Cavanşir buna görə də məcburiyyət qarşısına qalır. 667-670-ci illərdə xəlifə Muaviyyə ilə Dəməşqdə və yaxud da Şamda, ərəb xilafətinin paytaxtıdır bura, bu şəhərdə görüşəcəkdir. Görüşlər nəticəsində Albaniya öz daxili müstəqilini qoruyub saxlayır. Albaniyanın ödəyəcəyi vergi 2-dən 1-ə qədər azaldılacaq. Xəlifə niyə bu güzəştləri verir Cavanşirə? Birinci səbəb Albaniyanın özünün strateji coğrafi mövqeyi. Çünki Albaniya Bizansla və Xəzərlərlə müharibədə əsas yer idi və dayaq məntəqəsi olmalıdır və buna görə bunlar ərəblərin yanında olması daha məntiqli idi. İkincisi isə Cavanşirin özünün şəxsi nüfuzu. Və beləliklə Cavanşirin uzaqgörən siyasəti nəticəsində Albaniya, Ərəb, Xəzər və bir də Bizansın hücumlarından qorunacaqdır və daxili müstəqilini qoruyub saxlayacaqdır. Cavanşirin Albaniya daxili müstəqilini qoruyub saxlama siyasəti, yəni Urna Armanda oxşar cəhət kimi verə bilərsiniz. Yəni Albaniyanın bütövlüyünü və daxili müstəqilini qoruyub saxlama siyasəti. Urna Armanda oxşar cəhət kimi verə bilirsiniz. Lakin bu Bizans-pərəst qüvvələr tərəfindən heç də xoş qarşılanmır, çünki Cavanşirin Bizansdan ayrılıb ərəb xilafətinə yaxınlaşması. Ona görə də 681-ci ildə Bizans-pərəst feodallar tərəfindən Cavanşirin sui-qəsd təşkil olunur və sui-qəsd nəticəsində öldürülür. Bundan sonra isə yenidən Albaniya, Ərəb, Xəzər və Bizans belə deyək də mübarizə meydanına çevrilir. Bu mübarizədə ərəblər qələbə qazanacaq. Cavanşirin ölümündən sonra hakimiyyətə gələn Varaz Tırdatı hakimiyyətin tanısalar belə 705-ci ildə onu taxtdan salaraq Albaniyanın daxili müstəqiliyinə son qoyurlar və bununla da Mehranilər sülaləsi başa çatacaqdır. Və beləliklə Albaniya artıq ərəb canişinləri tərəfindən idarə edilməyə başladı. Albaniyanın daxili müstəqiliyinə son qoyulması 705-ci ili 510-cu illə oxşar cəhət eləmək olar. Başa düşdünüz? Bu da sizin dərsin yarısıdır.